Salam uşaqlar, 9 mart 11-ci sinif buraxılış imtahanı dəstək məqsədi ilə buraxılış tipli suallar işləyirik. Təbii ki, bu son təkrardır. Artıq sabah imtahandır. Sabahki imtahanda hər birinizə uğurlar. İnşallah yaxşı yazarsınız. Zəhmət çəkən hər bir abituriyentin təbii ki, əziyyəti yerdə qalmaz. Keçək sualların izahına. Buranı da təmizləyək. Sualda, deməli birinci sualda deyir ki, kök altı 3x minus 2 bərabərdir 5 isə, onda hər tərəf kvadrata yüksəldərəm. Onlar 3x çıxılsın 2 bərabərdir 25, hər tərəfi kvadrata yüksəltdim. Onda olacaq, buradan da 3x bərabərdir 2-ni digər tərəfə atacaq, toplama olacaq. 25 üstəcələ 2 eləyəcək 27. Buradan da x-i tapsam, x bərabər olacaq 9-a. Yəni doğru cavab olacaq D variantı. Və yaxud da deyirsiniz ki, ay müəllim, mən həllini bilmirəm, bəs başqa necə tapa bilərəm? Əgər həllini bilmirsinizsə, ən azından tənlik gördünüzsə, variantlandırsa, yəni qapalı sualdırsa, cavabları bir-bir yerinə qoyub yoxlaya bilərsiniz. Hansı ödəyirsə, həmin həll, variant sənin testinin doğru cavabıdır. Məsəl üçün 9-u yerdən gəlib qoysa, 3 dəfə 9 neçə eləcək? 27. 27-dən 2 çıxanda qalacaq 25. Kök altı 25-dən də 5 çıxır. Həqiqətən gördüyünüz kimi dəyir. Keçirik ikinci suala. Deyir ki, olarsa x, y hasilini tapın. Onda mən nə edirəm? Bu müxtəsər vurma düsturunun açılışını yazıram. Olacaq x çıxılsın y və x üstəcəlsin y şəklində olacaq bərabər 9-a. Məndə də x minus y-in qiyməti verilib 1-dir. Onda bunun yerinə 1 yazsam, elə 1-i x plus y-ə vursam, elə x plus y alınacaq. O da bərabər olacaq 9-a. Bir də məndə x minus y-nə verilib, x minus y bərabərdir 1 verilib. Yenidən tənliklər sistemi kimi alt-alta toplasam, y-lər islah olacaq. Olacaq 2x bərabər 9-dan 1 toplasam 10 eləyəcək. X də bərabər olacaq 5-ə. X 5 isə onda gətirib yerinə yazsaq. 5-in üstünə neçə gəlsək 9 eləyər. Təbii ki də 4 gəlsək. Yəni y-imiz də olacaq neçə? 4. Bizdən də x, y hasilini deyirsə, onda olacaq x vurulsun y bərabərdir 5 vurulsun 4 bərabərdir 20-yə. Buranı təmizləyək, keçək növbəti suala. Yəni doğru cavab oldu 20. Üçüncü sualda bizdən nə istəyir? Deyir ki, 4-cü dərəcədən kök altı 99 ədədi hansı iki tam ədədin arasında yerləşir? Təbii ki, biz öyrəşmişik həmişə kvadrat olaraq verir bizdə ikinci dərəcədən, yəni bu səfər 4-cü dərəcədəndir. Onda biz fikir verməliyik. 4-cü dərəcədən 99 hansı iki ədədin arasında yerləşir? Hansı iki tam ədədin arasında yerləşir? Yəni 4-cü dərəcədən tam kökü çıxan. Onda belə desək, təbii ki, burada 9 ilə 10 olmaz. 9 ilə 10 kökü çox böyükdür. Məsəl üçün 80, 64. 64 məsəl üçün 4-ün kubudur. Artıq 4-ün üstü 4 kimi yazsaq 4-cü dərəcədən. O daha böyük şey eləyər. Onda məsəl üçün 3-ə baxsaq, 3-ün üstü 4. Eləcək kubu deyirəm. 3-ün üstü 4 neçə eləyir? 3-ün üstü 4, 3 dəfə 3 eləyəcək 9, kubu 27, 3 4 isə eləyəcək 81. Aha, deməli 81 99-dan kiçikdir. Onda 4-cü dərəcədən 81. Bir də 4-cü dərəcədən 4 üstü 4 də bərabərdir. Eləyəcək 216. Daha doğrusu 256 eləyir burada. Təbii ki, 16-16-ya vuranda 256. Aha, deməli, bu da olacaq 256. Həqiqətən kök altında 99, 4-cü dərəcədən 81 ilə 256 arasında yerləşir. Burada yazıram 99, 4-cü dərəcədən. Buradan 3 çıxdı, buradan da 4 çıxdı. Bu da yəqin ki, təqribən 3,3 və s. bu şəkildə davam edəcək. Yəni, bu iki ədəd arasında yerləşəcək. 3 və 4 doğru cavab olacaq C variantı. Keçək növbəti sualımıza görək bizdən nə istəyir. Aha, trigonometrik tənliyə aiddir. Buradan 2 sinus 2x bərabərdir kök altında 3 şəklindədir. Buradan sinus 2x-i tapsam bərabər olacaq kök altında 3 bölünsün 2-yə. Təbii ki, buradan da yazacağıq 2x bərabərdir. Sinus kök altı 3 bölünsün 2-ni 60 dərəcədə alır. Yəni pi böl 3-də. Üstəgəl bir də dövrü pi k-nı. Təbii ki, burada da qabağında mənfi 1 üstü k olacaq. Buradan da hər tərəf 2-yə bölsək olacaq mənfi 1 üstü k. 2-yə bölsək olacaq pi bölünsün 6 plus pi k bölünsün 2 şəklində. Bu da hansı variantda doğru verilib? C variantında. Keçək növbəti 5-ci sualımıza. 5-ci sualda deyir ki, həndəsiyə aiddir. Deyir, bərabər yanlı trapesiyanın bucaqlarından biri digərindən 5 dəfə böyükdür. Və hündürlüyü 9 olarsa 9 cm, trapesiyanın daxilinə çevrə çəkilmişdirsə 10 perimetrini tapın. Buraya bir dənə bərabər yanlı
trapesiya çəksək. Aha, bərabər yanlı trapesiya olsun və digərində bir bucaq. Təbii ki, biz bilirik ki, trapesiyanın iti və kör bucaqlarının cəmi 180 dərəcə olmalıdır. Onda biri K-dırsa, biri 5K olacaq. Çünki biri digərindən 5-də böyükdür. 6K bərabər olmalıdır 180-ə. Buradan da K bərabər olacaq 30 dərəcə. Deməli, bucaqlardan biri bəli 30 dərəcədir. Biri də neçədir? 5 dəfə 30, 150 dərəcədir. Buranı silək. İndi oturacağı bitişik bucaqların hər birinə neçə dərəcə oldu? 30 dərəcə olmuş oldu. Onda buradan bir dənə hündürlüyü endirsək. Biraz yaxşı çəkək. Bir dənə hündürlüyü endirsək. Onda bu tərəfə də qalacaq neçə dərəcə? 60 dərəcə. Aha, indi hündürlük nə qədər idi? 9 idi. 9, burada bucaqlı üç bucaq yaranır. 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısıdır. Yəni hipotenuz deməli neçəymiş? 18 imiş ki, onun yarısı 9 olur. Və bərabər yanlı olduğundan bu tərəfdə olacaq 18. Aha, yan tərəfləri tapdım. Bir də mənə deyir ki, daxilinə nə çəkilib? Çevrə çəkilmişdir. Bir də daxilinə çevrə çəksək. Aha, burada biraz böyütmək lazımdır. Bir dəqiqə. Burada daxilinə çevrə çəkilibsə, artıq İstənilən 4 bucaqlının daxilinə təbii ki, çevrə çəkmək mümkün deyil. Bərabər yanlı trapesiyada çevrə çəkə bilərik. Burada deyəsən alınmayacaq. Bizim çevrəmiz biraz bu şəkildə olsun da, biraz da oval şəklində olsun. Əslində belə olmaz təbii ki. Sadəcə şəkildə alınmır. Çevrə çəkilibsə 4 bucaqlının daxilinə. Onda onun qarşı tərəflərinin cəmi bir-birinə bərabərdir. Yəni 18 plus 18 bərabər olmalıdır A plus B-nin cəminə. Və məndən də perimetr soruşur. Onda A plus B bərabərdir 18 plus 18, yəni 36-ya. Onda P yazıram bütün tərəflərin cəmi. 18 üstə gəlsin 18, üstə gəlsin A plus B. Bu da bərabər olacaq. 18, 18, 36. A plus B də 36 idi. Üstünə 36 gələcəm, eləcək 72. Yəni perimetr yekunda olacaq 72-yə. Keçək növbəti 6-cı sualımıza. Yəni orada əsas qayda 5-ci misalda, yəni daxilinə 4 bucaqlının daxilinə çevrə çəkilibsə, onun qarşı tərəflərin cəmi bir-birinə bərabərdir. Deyir ki, fx və 2x-6 funksiyanın koordinat oxları ilə kəsmə nöqtəsinin koordinatlarını tapın və onun qrafikini qurun. Təbii ki, bu düz xəttin tənliyidir. Mən buradan düz bucaqlı koordinat sistemi çəksəm, birinci onun sıfırlarını tapmalıyıq. Bura x, bura y, koordinat və apsisi çəkdik. Yəni burada biz dedik ki, y oxunu harada kəsir? B-də, yəni sərbəst həddə. Onda -6-da kəsəcək. Tutaq ki, mənim bura -6 olsun. Koordinat oxunu, o y oxunu, deməli elə buradan yazıram. O y oxunu kəsdi 0, -6 nöqtəsində. Bir də o x oxunu hansı nöqtədə kəsəcək? Bu səfər biz y-in yerinə 0 yazıb tapmalıyıq. Y-in yerinə 0 yazsaq olacaq 0 bərabərdir 2x minus 6, 2x bərabərdir 6-ya, x də bərabərdir müsbət 3-ə. Onda o x oxunda harada kəsəcək? 3, 0 nöqtəsində. Təqribən 3, 0 nöqtəsində buradan götürsək. Və bunu da düz bu nöqtələri birləşdirməliyik. Alınacaq. Aha. Olsun belə. Bu nöqtələri biz nədik? Birləşdirdik. Deməli, mənim funksiyam bu şəkildə olacaq. Və gördüyünüz kimi K həqiqətən müsbətdir. Burada göstərək. K həqiqətən müsbət olduğu üçün gördüyünüz kimi o x oxunun müsbət istiqamətində iti bucaq əmələ gətirdi. Aha. Deməli, biz nöqtələri qeyd etdik və qrafiki də qurduq. Bu şəkildə olacaqdır. Keçək növbəti sualımıza. Təbii ki, burada ən əsas o sıfırları bilməkdir. Deyir ki, 7-ci sualda 2 zəri birgə atdıqda düşən xalların hasilinin 20-dən böyük olması hadisəsinin ehtimalını tapır. Yəni, deməli, hansı 2 ədədin hasili 20-dən böyük olar? Yəni, təbii ki, 1-dən 6-ya kimidir zərin üzərindəki rəqəmlər. Məsəl üçün, 20-dən böyük olması üçün 4-5 olması, çünki o 20 eləyir. Məsələn, ola bilər 5-6 düşsün, sonra 6-5 düşsün, hasili 30 eləyir. Sonra ola bilər 5-4 demədik. Sonra 6-4 ola bilər. 6-4 olsun və 4-6 ola bilər. Sonra hər ikisi 6-6 ola bilər və yaxud da hər ikisi 5-5 ola bilər. 4-4, 16 ilə 20-dən böyük olmur. Başqa versiya qaldı mı? Ümid edirəm yadımdan çıxan olmadı. Deməli, burada da 2 zər atıldığına görə 36 hadisə olacaq. 1, 2, 3, 4, 5, 6. Yəni, P bərabər də olacaq 36 mümkün haldan 1, 2, 3, 4, 5, 6 dənə.
6 dənə əlverişli halım var. Burada ixtisar gedirik, qalacaq nə? 6-da 1. Yəni doğru cavab olacaq 6-da 1-ə. Keçək növbəti sualımıza. 8-ci sual. Təbii ki, biz bilirik ki, burada uc nöqtələrini verib, orta nöqtəsini soruşur parçanın. Biz bilirik ki, uyğun koordinatları cəminin yarısına bərabər idi. X, bir də y bərabərdir. Y1 plus y2 bölünsün 2-yə. Onda olacaq x bərabərdir. Burada uşaqlar -4 verib, yarımçıq veriblər də. Tutaq ki, biri -4, məsəl üçün olsun 6, biri də olsun 12. Neçə olsun? 12, 2 olsun. Tutaq ki, B nöqtəsi budur, 4 nöqtəsi də budur. Burada nəsə çatışmazlıq var sualda. Nəzərimizdən qaçıb. Onda olacaq -4 üstə gəlsin 12 bölünsün 2-yə. Bu da neçə eləyəcək? 8-i 2-yə böləndə 4. Y də bərabər olacaq. Y1 yəni 6 üstə gəlsin 2 bölünsün 2-yə. 8-i də 2-yə bölsək yenə 4 olacaq. Hər iki koordinatın parçanın orta nöqtəsi oldu nə? 4, 4. Bu şəkildə olacaq. Cavabda da olacaq 4, 4. Yəni A variantını götürə bilərik. Özümüz qeyd eləsək. Sonra keçək növbəti suala. Yəni əsas odur. Siz bilməlisiniz ki, parçanın orta nöqtəsinin koordinatları topla böl 2-yədir. 9-cu sualda loqaritmə aid belə bir tənliyim var. Yazıb ki, loqaritma 6-da əsasdan 4, sonra 2 əsasdan x bərabər 0. Onda mən yaza bilərəm ki, loqaritma 4 əsasdan loqaritma 2-dən x mötərizəni bağlayaq bərabərdir. 6 üstü 0 şəklində yaza bilərəm. Bu da nəyə bərabərdir? 1-ə bərabərdir. Sonra, yəni bu hansı qaydaya əsasəndir? Yəni loqaritma tutaq ki, B əsasdan A bərabər tutaq ki, 1 T-yə. Onda B üstü T təbii ki, nəyə bərabər olmalıdır? A-ya bərabər olmalıdır. İndi buradan yenidən 4 üstü 1 olacaq loqaritma 2-dən x bərabərdir 4 üstü 1-ə. Elə bu da 4-ün özünə bərabər eləyir. Buradan da yekunda x-i tapsaq olacaq 2 üstü 4 bərabərdir x-a. Yəni x də bərabər olacaq 16-ya. Həqiqətən yenə yerinə gətirib qoyub yoxlaya bilərsiniz. Tənlik də burada elə deyil. Mən də dedim tənlikdə əgər həll eləyə bilməsəz variantları bir-bir qoyub yoxlaya bilərsiniz. Məsələn elə 16-nı yoxlasaq loqaritma 2 əsasdan 16 4 eləyər. Loqaritma 4 əsasdan 4 1 eləyir. Loqaritma 6 əsasdan 1 də 0 eləyir. Yəni mənim şərtimi ödəyir. Keçək növbəti sualımıza. 10-cu sual. Mənə nə deyir? Deyir ki, 10 kosinus kvadratı x plus 2 sinus kvadratı x ifadəsinin ən böyük qiymətini tapın. Təbii ki, burada mən nə etməliyəm? Belə desə, ya sinusa gətirməliyəm hamısını. Eyni trigonometrik eyniliyə. Ya da ki, kosinusa gətirməliyəm. Kosinus funksiyasını ifadə eləməliyəm. Onda belə yaza bilərik. Yazaq 10 vurulsun kosinus kvadratı x bərabər 1 çıxılsın sinus kvadratı x-a bərabərdir. Buradan 10 kosinus kvadratı x-in yerinə yazıram 1 çıxılsın sinus kvadratı x. Bir də üstə gəlsin 2 sinus kvadratı x-a. Buradan vurub atsaq olacaq 10 çıxılsın 10 sinus kvadratı x plus 2 sinus kvadratı x-a. O da olacaq 10 çıxılsın 8 sinus kvadratı x. Təbii ki, biz bilirik ki, sinus kvadratı x da 0, 1 aralığında qiymətlər alacaq. Çünki əslində -1, 1-dir sinusun. İndi burada kvadrat olduğu üçün -1-in kvadratı da 1 eləyəcək. Ona görə biz 0, 1 aralığı götürürük. Onda olacaq bir dəfə 0 yazsam sinusun yerinə olacaq 10 çıxılsın 0 elə 10 eləyəcək. Bir dəfə də 1 yazsam sinusun yerinə olacaq 10 çıxılsın 8 bərabərdir 2-yə. Deməli, hansı qiymətləri aldı? 2, 10 aralığı. Təbii ki, bunların özləri daxildir. Ən böyük qiymətini soruşduğu üçün burada da nə götürəcəm? Onun özünü götürəcəm. Keçək növbəti suala, 11-ci sual. Deyir ki, konsun oturacağının radiusu 5 cm, BCO 30-dur. Konsun yan səthinin sahəsini tapın. O şəkli bir dənə burada çəksək. Bir dəqiqə. Belə çəkək. Buradan bir dənə düz xətə indirsək. Buradan da belə oval çəksək. Təqribən bu şəkildə olacaq. Bura 30 dərəcə olacaq. Bura 90 dərəcədir. Bura 5'dir. 30 dərəcəli buzaq qarşısındakı katet. Bura 30 dərəcədir də. Hipotenuzun yarısıdır. Yəni bu isə 5-dir. Onda bu hipotenuz, yəni apofem həm də 10 olacaq. Deməli, mən buradan bilirəm ki, konusun yan səthin sahəsi S yan bərabər pi r L düsturu ilə hesablanır. Bu da bərabərdir
P'nin qiyməti verilməyibdi. Onda pi vurulsun R'miz 5'dir. L'də neçə oldu? 10 olmuş oldu. Bu da bərabər olacaq 5 vur 10 50 pi santimetrin kvadratı. Yəni doğru cavab olacaq burada da A variantı. Keçək 12-ci suala. 12-ci sualda maraqlı sual tiplərindən biridir. Mənə belə bir deməli verilib parallelogram və buradan da belə bir xətlə birləşib. Və burada bura bərabərdir. Yarıya bölüb da yəni. İndi buradan bu hissə rənglidir. Göynə rəngli. Bu hissə rəngli olacaq. Bu şəkildə. Və mən neyniyəcəm burada? Ümumiyyətlə mən burada baxın digər tərəfində orta nöqtəsini birləşdirirəm. Yəni yarıya bölürəm. Onda bu paralelogramın sahəsi 2 bərabər hissəyə bölünəcəkmi? Bir yuxarı, bir də aşağı hissə. Onda mən AMC'dir. Bax bura olacaq. Ümumiyyətlə böyük paralelogramın sahəsinə bir 4S desəm, məsəl üçün, buraları biraz təmizləyək, hamısını eklədik. 4S desəm, onda yarıya bölsəm ortadan, yuxarıya da 2S qalır, aşağı da 2S olur. Və təzədən bu paralelogramı bir də yarıya bölmüşəm. Onda burada 2S idisə, S bölünəcək. Deməli, burada da məndə verilib ki, bu hissə, yəni rənglənmiş hissənin sahəsi 12'dir. Yəni S, 2S'in cəmi bir yerdə sahəsi 12'dir. Onda yazıram 2S plus S bərabərdir 12'yə. Olacaq 3S bərabərdir 12'yə. S də bərabər eləyəcək 4'ə. Deməli 1S nə qədər oldu? 4. İndi məndən nə soruşur? ABCD, yəni paralelogramın ümumi sahəsi. Burada 4 oldusa, bura 12 idisə, 12'nin də üstünə 4 gələrəm, eləyər neçə? 16. Yəni biz burada paralelogramı nədir? Elə bil hissələrə bölmüş olduq da. Yəni ümumi 4S idisə 2S oldu və təzədən bu 2S'də yarıya böldük S şəklində. Sonradan buranın sahəsi verilmişdi. Oradan S'i tapdıq və yenidən cavabı çıxartmış olduq. Keçək növbəti sualımız 13-cü sual. Deyir funksiyasının ümid edirəm yaxşı görürsünüz, çünki burada biraz kiçikdir hərflər. Deyir funksiyasının təpə nöqtəsi hansı rübdə yerləşir? Ümumiyyətlə təpə nöqtəsinin koordinatları x0 bərabərdir mənfi b böl 2a düsturu ilə hesablanır. Bir də y0 bərabərdir mənfi d bölünsün 4a-ya. Bu şəkildəyik. İndi burada mənfi d diskriminant bilir ki b kvadrat minus 4ac-də. Onda yerlərini dəyişsək olacaq 4ac çıxılsın b kvadratı bölünsün 4a şəklindədir. Təbii ki, mən çox da tövsiyə eləmirəm bu düsturla tapasınız. Yəni çünki biraz qarışıq düsturdur, həm də uzun düsturdur. Yəni bunu tapıb, aparıb tənlikdə yerinə qoyub yenidən y0-ı tapa bilərsiniz. Yəni y-in təpə nöqtəsini tapa bilərsiniz. Onda olacaq bərabərdir. Mənfi b, yəni mənfi b-nin yerinə mənfi 8 yazsam olacaq müsbət 8 bölünsün 2, a-da nədir? Mənfi 2-yə. Olacaq vurulsun mənfi 2-yə. Bu da bərabər olacaq 8 bölünsün mənfi 4. O da bərabər olacaq mənfi 2-yə. Deməli x0-mız nə oldu? Mənfi 2 olmuş oldu. İndi aparaq tənlikdə yerinə qoyaq görək elə. Y0-mız neçədir? Onda olacaq y bərabərdir. Mənfi 2 vurulsun mənfi 2-nin kvadratı çıxılsın 8 vurulsun mənfi 2. Bir də üstə gəlsin 3-ə. Bu da bərabər olacaq. Mənfi 2-nin 4-ə vuranda mənfi 8, üstə gəlsin müsbət 16, üstə gəlsin 3-ə. Buradan ixtisar islah olacaq, qalacaq burada müsbət, daha doğrusu müsbət 8, müsbət 8-dən 3-ü toplayanda eləyəcək 11. Yəni mənfi 2, 11 nöqtəsi. İndi mən buradan belə bir rüb çəksəm, buranı təmizləyək, daha doğrusu rüb deyirəm, düzbucaqlı koordinat sistemi çəksəm, x mənfi 2, tutaq ki mənfi 2-dir, y-də neçədir? Müsbət 11-dir. Təqribən bura düşəcək. Bura birinci rübdür, bura ikinci rübdür. Bu nöqtə olacaq. Bura üçüncü rübdür, təbii ki, burada dördüncü rübdür. Yəni bizdə nöqtə hansı rübə düşdü? İkinci rübə. Yəni doğru cavab olacaq A variantı. Keçək 14-cü suala. Buranı da təmizləyək. 14-cü sual deyir, B-nin həndəsi silsiləsində B5 verilib, B6 verilib, 96 deyir, S6-nı tapın. Yəni ilk yəni ilk 6 həddin cəmi. Buradan təbii ki, biz ilk öncə künü tapmalıyıq. Künü tapmaq üçün əvvəlki həddi, daha doğrusu sonraki həddi əvvəlki həddə bölməliyim. Yəni B6-nı bölməliyəm B5-ə. Olacaq 96 bölünsün 48-ə. Bu da neçə düşür? Təbii ki, 2 düşəcək. Deməli, Q oldu neçə? 2-yə bərabər olmuş oldu. İndi mən SN-i yazsam, SN düsturu. SN bərabər olacaq. B1 vurulsun. Q üstü N minus 1, Q minus 1 şəklində.
Bunu kənara qoyuram. Deməli mənə lazımdır. Q-nü tapdıq. Bir də lazımdır mənə nə? B1-i tapmaq. Buradan Q bərabər 2 yazıram. B1-i də tapmaq üçün yazıram. B5-i bu şəkildə yazıram. B1 vurulsun 2 üstü, daha doğrusu belə yazaq. Q üstü 4-ə. Q-da indi 2 də olacaq 2 üstü 4. Buradan da B1-i tapsam, B5-də neçə idi? Elə birbaşa yazıram 48-i. 2 üstü 4 eləyəcək 16. 16. B1 48 16 bölündə düşəcək 3. Onda yazıram B1'im də oldu 3. S6 bərabərdir B1, yəni 3 vurulsun 2 üstü 6 çıxılsın 1 bölünsün 2 minus 1-ə. Deyirəm doğru yazdıq, səhv eləmədik. Bu da bərabər olacaq 3 vurulsun 2 üstü 6 64. 64-dən 1 çıxanda qalacaq 63. Bölünsün 2-dən də 1 çıxanda elə 1-in özü qalır. Tabi məxrəci yazmağa ehtiyac yoxdur. 3-ü də vuracaq 63-ə. 3 dəfə 3 9, 18. Yəni 189. Cavab oldu Y variantı. 15-ci sual. Buranı silək. Aha. Deyir ki, tənliyini həll eləyin. Yenə tənlik varsa aparıb qiyməti yerinə qoyub yoxlaya da bilərsiniz və yaxud da həll eləyə də bilərsiniz. 3 üstü x bərabərdir 1 t desəm, onda olacaq t üstə gəlinsin. 3 üstü x plus 1'i bu şəkildə yazıram. Bərabərdir. Vuranda üstlər toplanılır da elə deyil. 3 üstü x vurulsun 3 şəklində yazıram. Bunda üstü 1 də vuranda üstlər toplanır. Yenə bu ədədə bərabər olur. Onda olacaq t vurulsun 3'ə. Yəni 3t eləyir də bu da. 3t bərabərdir 36-ya. 4t bərabərdir 36. T də bərabər neçə eləyəcək? 9-a. Mən t-ni nəyinə işarə eləmişdim? 3 üstü x-la. Onda yazıram 3 üstü x bərabərdir 9-a. Buradan da yazıram 3 üstü x bərabərdir. 3 9 da yazıram 3'ün kvadratı şəklində. Əsaslar eynidir, onda qüvvətləri bir-birinə bərabər götürə bilərəm. Yəni x bərabər olacaq 2-yə. Yəni doğru cavab olacaq A variantı. Aparıb yerinə qoysaz, görərsiniz ki, həqiqətən tənliyimi ödəyir. 16-cı sualda deyir, kompleks ədədini cəbri şəkildə göstərin. Təbii ki, biz bunun açılışını yazmalıyıq. Yəni sadələşdirməliyik də bir sözünü. Olacaq z bərabərdir 1 minus i kvadrat olacaq 1-in kvadratı. 1-in kvadratı elə 1 eləyir. 1-ci vuraq 2-cinin 2 misli. Olacaq çıxılsın 2i. Bir də üstə gəlsin i kvadratının özü. Plus 2 plus i şəklində olacaq. Buradan da kənardan yazıram i kvadratı bərabər mənfi 1'dir. Bu standart qaydadır. Bərabərdir. Aha, burada i kvadratın yerinə mənfi 1 ilə birbaşa yazsaq, olacaq nə? Çıx 1. Buradan birlər islah olacaq. Olacaq qalacaq 2 çıxılsın 2 i'dən mənfi 2'nin üzərində müsbət i gəlində eləyəcək i. Yəni 2 çıxılsın i. Var mı cavabda? Bəli. Doğru cavab olacaq D variantı. 17-ci sual ehtimala aid sualdır. Deyir 2 zəri eyni zamanda atdıqda üst-üzə düşən rəqəmlərin mürəkkəb ədəd olması hadisəsinin ehtimalını tapın. 2 zəri atırıqsa deməli mümkün halların sayı 2 zər attığımız üçün 36 olacaq. Təbii ki, 1 zər atanda 6 olur, 2 zər atanda 36 olur, 3 zər atanda isə 216 olur. Keçək əlverişli halların sayını. Əlverişli halların sayı. Təbii ki, P ehtimal necə hesablanırdı? Əlverişli halların sayı bölünsün mümkün halların sayına. Deməli, burada əlverişli halım üst-üzə düşən mürəkkəb ədəd olması. Yəni, mürəkkəb ədəd onda olacaq mürəkkəb ədədlər 1-dən 6-ya kimi rəqəm var zərin üzərində. Onda ola bilər 4 6 düşə bilər, 6 4 düşə bilər, 4 4 düşə bilər və yaxud da 6 6 düşə bilər. Başqa yox da elə bir hal. 1 2 3 4 dənə də hal oldu. Cəmi oldu 4 halım. Onda olacaq P bərabərdir 4 bölünsün 36. Burada da ixtisar edilir, qalacaq 9'da 1. Yəni doğru cavab olacaq A variantı. Keçək növbəti sualımıza. 18-ci sual. Deyir ifadəsinin ən kiçik qiymətini tapın. Buna funksiya kimi də baxa bilərik və yaxud da buradan kvadrat ayırsaq, ən yaxşısı funksiya kimi baxa. Y bərabər 2x kvadratı plus 6x plus 7 şəklində. Buna bir funksiya kimi baxsaq, indi burada A müsbət olduğu üçün qollar yuxarı olacaq. Mən bunun təpə nöqtəsini tutaq ki, belə çəkək. Tutaq ki, təpə nöqtəsi buradır, qollar yuxarıdırsa, ən kiçik qiymət elə bu təpə nöqtəsi olacaq da. Y-in aldığı qiymət. Və Y bu qiyməti alırsa, tutaq ki, bura 1 də. 1 və 1-dən böyük qiymətlər alacaq da. Yuxarıya doğru axıb çünki qollar. 1 və 1-dən böyük qiymətlər alır. Onda ən kiçik qiymət elə 1 olur. Yəni təpə nöqtəsi. Onda mən təpə nöqtəsinin Y-in tapsam, deməli ən kiçik qiymətini tapmış oluram. Bizə bayaq dedik ki, x 0'ı tapanda mənfi b bölü 2a düsturu idi. Buradan olacaq
Mənfi B olacaq. Mənfi 6 bölünsün 2, 2, 4 eləyəcək burada. Böləndə eləyəcək 2-də 3, mənfi 1 tam onda 5 eləyir. İndi aparıb yerinə qiymətini yazsaq olacaq 2 vurulsun 1 tam onda 5-in kvadratını eləyəcək. 2 tam 25 üstə gəlsin 6-ın 1 tam onda 5-ə vuranda mənfi eləyəcək 9 üstə gəlsin 7. Bu da bərabərdir. Bu eləyəcək 4 tam onda 5 çıxılsın 9 plus 7'ye. Bu da bərabər olacaq. Buradan mənfi 2 qalır. 4'dən 2 tam onda 5. Yəni doğru cavabım olacaq 2 tam onda 5'ə. Bu da sonuncu sualımız idi. Sabahki imtahanda sizə uğurlar diləyirəm. Əlimizdən gəldiyi qədər təkrar elədik. Sizə dəstək oldum. Düzdür, kanal biraz yenidir, hələ təzə açılıb deyə. Ancaq bu qədər 3 video ilə sizə dəstək ola bildim. Ümid edirəm sabahki imtahanda hər biriniz istədiyiniz nəticəni göstərərsiniz. Bir daha sizə uğurlar.